Hüvel məhbub. 10-cu gecə. Rollarda Hüseyn Yari, Kətayun Riyahi, Röya Teymuriyan, Süreyya Qasimi, Pərviz Purhüseyni Mahmud Pakniyə, Əkrəm Məhəmmədi Pərviz Fəllahiqi, Şəhin Əlizadə Müzəffər Müqəddəm, Hüseyn Xanibəy İbrahim Abadi və başqalar. Mütərcim Əli Əhmədi, Dubliyaj müdiri Məhəmməd Rıza Rızai, Səs operatoru Məhəmməd Tehrani, Musiqi Fərdin Tələtbəri, پرودوسر حسن بشکوفی، سناریو مؤلفی و رژیسور حسن فتحی. Təzə papaq, təzə ayaqqabı, təzə yar üçün. Mübarəkdir. Eşkin yolu bir yoldur ki sahili yoxdur anacan. Eşq əvvəldə asan idi, sonra göründü müşkillər. Bax bura, deyirəm bu qızı el tayfası ilə tərif elədiyinə belə qorxuram bəzək düzəyi, xına yaxması bu evin dəyərindən çox olsun ha bala, bilirsən? Anan yaran olma, yola düş. Məhəbbətlə sevmək bir rəngidir. Hər rəngdən üstün qara rəngidir ki, adamları qorxudur. Sən də göz oğlunu tanıyırsan. Bir yerə getməz. Getsə də düz cavab alar. Bəs bu hesabla çox ağasan. Sən də alasan, Ali. Ya Ali! Qorxma uşaq. Çox nökərinəm. Ya Allah. شاهزاده خانم فخرالزمان. Buyur. Çox sağ olun. Tərəf gəlinin bacısıdır. Yox, özüdür ana. Buyurun xanım. Hani bunun atanası? Gedə bilərsən. Nə bilim, gediblər atalarının qəbrinə.
Bu əclaf cəmaət sənə dərdisər törətmədilər ki. Əclaf? Yani cürətləri yoxdur ki. Hə? Bəli. Adam hər nə qədər güclü olsa da özündən güclüsü tapılar ki, təpəsinə döysünlər. Xanım düz deyir, oğlum. Qədimdən deyiblər, sərvətinə öyünmə ki, bir gecəyə bətdi, camalına nazlanma ki, bir qızdırmaya bətdi. Bu hazır cavab xanım, sənin nəyindir? Kiçiyinizdir. Yani demək istirdim, mənim əziz anamdır. Yaraşır sizə. Lütfüz var. Elə bil siz istəyirdiniz xanım Tacir Mülkü görəsiz. Amma bibi xanımın biraz halı yaxşı deyil. Sözünüzü mənə deyə bilərsiniz ki, ilk fürsətdə ona yetirərəm. Axı bu cür yaxşı olmaz ki. Yaxşı olar ki, zəhməti azaldıb, görüş vaxtını sonraya saxlayaq ki, onun da halı biraz yaxşılaşsın. Hər necə rahatsız. Qalx gedək oğlum. Axı ana. Axısı yoxdur bala. Ənənə deyiblər, dəb deyiblər. Qızın böyüyü olmadan danışmağın faydası olmaz ki. İcazənizlə. Qabaqda xeyir iş var. İnşallah gələn dəfə gəlib, bibi xanım olanda oturub danışarıq. İnşallah. Sağ olun. Ehtiram. Bura haradır məni gətiribsən? Ay ana, nə danışırsan? Yox. İşimizə bax, gör. Ağa Heydər, Bəli, buyurun. xanımın neçə dəqiqə sizinlə işi var. Ana, Əl-ayağa düşmə. sən burada dayan, tez gəlirəm. Dayan görüm. Bura bax. Qızla düzəməlli qərarlaş ki, gəlib işi bu dəfə bitirək. Çox nökərinəm ana. Yenə də salam aleyküm. Nə kimi xeyir iş var ki, ona xatir istəyirsiniz bibi xanımı görəsiz. Yaxşı, əgər cəsarət olmasa, gəlmişdik qulluğunuza ki, yəni bilmirəm nə cür deyim. Gəlmişdim əgər layiq olsam, nökərçiliyə qəbul eləsin. Zənnimcə anlaşılmazlıq olub. Onun evladı yoxdur ki. Bəli, bilirəm. Amma bir bacı qızısı var. Yəni istəyirdim deyəm, bir qardaşı qızı ki var. Çox nökərəm. Yaxşıdır valla. Mən qoca arvadı burada ayaq üstündə saxlayıb, gedib qızla deyir gülür. Mühüm deyil. Gül razı, bülbül razı, atamın yoruna mən narazı. Nəzərimcə başına dayan o çomağın zərbəsindən sənin ağlın çox pis cür zayi olub. Bəli, başıma hər bir bəlada gəlmiş olsa, ürəyimə dəyən zərbədən yaradan çox deyil. Heçdir valla.
edin. Gedin bir müqəddəs səriyə daxil düşün. Bəlkə Allah sizə şəfa versin. Bu yanıqlı ürəyin şəfası sənin əlindədir. Kişi ki arvad zəlil olmaz. Bəs sənin qeyrətinə nə gəlib Lotu? Hərçənd ki, bir cür yalvar yaxar eləyən ürəkdən kimsə cürət cəsarət gözləmir, hələ qalsın ki. Lotunun ürəyi bir şoranlıq kimidir ki, onda heç bir şey göyərməz. Amma əgər göyərsə, dayı heç vaxt kökündən çıxmaz. O gündən Heydərin gözü sənin gözünə düşdü. Elə bil ki, yenidən doğuldu. Çox da yoxsul qabağa gəlməmişəm. Çala meydanda bir evim var. Cacurutda alma gilas bağça varımdır. Miskərlər bazarında 2 gözlü dükkanım var ki, İstəyirəm, kirayədən geri qaytarım, özüm alverçilik edeyim. İstəyirəm sənin kişin olum, başının üstündə kölgə olum, evinə çörək gətirən olum. Qurtar ağa. Həyasızlığında həddi var. Bir dəfə dam divardan aşıb gəldin, rüsvay oldun. İndi də istəyirsən kəkli kimi süzüb qapıdan gələsən. Mən başıma çığırma xanım. Çığırmağım öz yerində, lazım olsa verərəm, başına döyərlər ki, biləsən, ayaq qapının yeri qapı ağzında olar. Sən yoxsul, ayağı çarıqlı, necə cürət eləmisən ki, Qacar xandanının nəvələrinin birini elçi gələsən? Yo, işim yoxdur ki, sən kimsən, hansı eldənsən, tayfadansan. Mən səni yalnız özünə xatır istəyirəm. Hazıram sənə xatır hər iş görüm. Gedim, rəhmətli polkovnik Dormenişdən daha quldurlarının qulağından şapatlayım. Sənə xor baxan hər bir namərdin başını bədənindən lap belə ayırım. Hazıram sənə xatır hər neçə dəfə lazım olsa zindan güşəsinə düşüm. Axı insafsız, nə cür deyim ki mən səni ancaq özünə xatır istəyirəm. Səsini yuxarı aparma. Kişilərin hamısı bücürdü. Hamınız istəyirsiniz ki, arvad qabağında öz zəlilliyinizi bağırmalarınızın arxasında gizlədəsiz. Amma heç vaxt uğur qazanmırsınız. İndi də polisə zəng eləyib şikayət eləməmişkən, həmişəlik gözümün qabağından get. Birdən nə oldu ana? Siz ki deyib danışıb gülürdünüz. Nə oldu birdən çığır bağır saldınız? Heç nə ana, gedək. Xudahafiz. Xudahafiz. Bu oğlan burada nə istirdi? Şahzadə xanım Fəxri zamanla danışırdı. Sən də ki eşitmədin nə deyirdilər, hə? Va, mənə nə dəxli var? Mənim onlarla nə işim var axı?
aşağı məhəllələrin birində olur. Qoca anası ilə yaşayır. Qardaşı, bacısı yoxdur. Atası da Tehranın qədim təziyyəxanalarından imiş ki, neçə il bundan əvvəl dünyasını dəyişibdi. İşi peşəsi nədir? Atadan irs qalmış iki gözlü dükandır ki, özü və anası ilə o dükandan aldıqları pulla keçinirlər. İstəyirəm bilim ki, nə cür, harda və kimlərlə gediş-gəliş eləyir. Abməngol 4 yol ayrıcındakı çayxanaya gedər. Məşhur Türk Kərimin çayxanası. Vaxtının çoxu orada olar. Məşhur Mikail meyxanaçının yanında. Tornabazlıq, aşıq oynama, duvardebi, xoruzbazlıq hər küzə Yaqub qoyur. Əslən narahat adamdır. Neçə dəfə baş tutan davadalaşda kötək vurmaq və bıçaq çəkmək raportu da verilib. Və bütün işlərində şikayətçinin güzəşti ilə iş qurtarmış nəzərə alınıb. Gediş-gəliş eləyən adamlardan biri də Yavər Delnavaz adlı bir şəxsdir ki, əldə olunan məlumatlara əsasən onun qardaşı məlum olmayan bir işə xatir hələ də məhbəsdə qalır. Doğrudan ki, ictimaiyyətin bu cür adamlarının həyatı diqqət eləməlidir. Aşıq olmaqları, dalaşmaları, güzəştləri, onların danışıq tərzi. Hələ bilmədin ki, o cavan... Dedin, adı nə idi? Heydər Xoşməram canım. Bilmədin bu Heydər Xoşməram nə dəlilə görə Tacir Mulukun evinə gediş-gəliş eləyir? Bu barədə dərdə dəyən bir mətləb əldə etməmişik, ancaq bunu bilmişik ki, son dəfə o evin ətrafında görünüb ki, anası ilə birgə əlində bir dəstə güllə o evə daxil olubdur, cənab. Anası ilə birgə bir dəstə güllə. Yəni ola bilər ki, o da elçili üçün o imarətə ayaq qoymuş olsun. Ağla sığmır, cənab. Şəhərin cənubunda olan bir lat cavan hara, Qacar ailəsindən olan bir qız hara. Deyirəm, yaxşı olar qətlərin işi barəsində xanım Tacir Mulukla qardaşı qızı ilə görüşümüz olsun. Bir də istəyirəm bu Yavər Dilnavazla qardaşı barəsində məlumat əldə edək, görüm tutulmaqlarının dəlili nədir. Mütləq, cənab. Hələlik xuda. Allah amanında. Salam söylədim, ağa Yavər. Aleyküm salam ağa Qəmbər. Necəsən gül oğlan? Sənin sayəndə varıq da. Ağa Heydərdən nə xəbər? Xəbərsiz deyiləm. Bir gün səhər anası ilə hazırlanıb xeyir iş üçün getdilər. Mübarəkdir. Hələ tərəf kimdir? Olmaya. Ha? Sağ ol, valla. Səni yanmayasın oğlan. Getmədi gedəndə də gör kimin sorağına getdi. Çox yaxşı. Məndən ona çox möhkəm salamdır. Baş üstə, ağa Yavər. İcazənizlə, ağa İşmət. Yali. Ey yaramaz Yavər. Nəyin deşmə? Sübdən qaş qabağını tökmüşsən. Gəmilərin batıb. Bir şey deyil ağa Yavər. Deyirsən nə olub, ya dil kirası istəyirsən? Sən bilməsən yaxşıdır. Mümkündür hislənəsən, ondan mən günahkar olaram. Canın çıxsın o əngili tərpək görüm. Bax, ağa Yavər. Anam bugün çörəkçi xananın qabağında Rəfət xanımı görür. Sonra? Təəccüblənir ki, Rəfət xanım nə üçün üzünü örtüb? Çörəyi götürdüyü vaxt görür ki, aydadı bidat. Rəfət xanımın gözünün altı pis cür göyərib. Bilirəm hansı görbagör olmuşun işidir. Sən Allah məndən eşitməmiş ol, ağa Yavər. Bir dəqiqə bu dükanla daxılında gözün olsun qayıdıram.
Səni o atanın ruhu gedib qan salmayasan Lotu. Salam aya. Alek. Sağ ol. Rəfət. Qapını çalırlar. Mərkarsan qız. Görürsən kəlim işin var. Sizsiz. Salam aleyküm. Alek. Mövzunu Hikmətdən eşitdim dedim, bəlkə yalan deyir. Amma adamın adaqlısı ondan yüzünü gizlədəndə məlum olur ki, bir xəbərlər var. Çəkil kənara görün. Ağa yava, sən ölənlərin ruhu işin olmasın. Çəkil kənara! Bəh bəh. Nə əcəb o yavər. Sənin camalını gördüm, gözlərim işıqlandı. Təsadüfən lap vaxtında gəlmisən. Kömür hesabı qızarır. Buyur, buyur. Ver mənə bu lənətə gəlmişi. Neysən, neysən? Bu atılıb düşmələr nədir başlamısan? Məyər bura tövlədir ki, yavılıq elirsən? Yüz rəhmət tövləyə, qurban olum yabı ilə eşyəyə ki, yüz sənin kimi qeyrətsizdən şərəflidir. Keyfim olsun, keyfim olsun o yavər. Camaat qaynatalarının ayaqqabılarının tozunu gözlərinə çəkir. Onda sən bura gəlib boynu yoğunluq elirsən ki, nə olsun? Məyər Ağa İsmail hansına mərdin divarından aşıb ki, gərək hər alçağa cavab versin. De görə. Kaş bir kəsin divarından aşmış olaydın. Bir həyatı zayəlib korlamısan, indi də mənə dil tökürsən. Bu qızın yazıq anası ki, ürəyi partladı, öldü. Özündəki kötək zoruna göndərdin, özündən alçağının evinə, o da bunu elə qara günlü elədi ki, razı oldu kəbinindən keçib boşansın. İndi bu qızın canından nə istəyirsən ki, vaxtlı vaxtsız ayaq altına salıb kötək vurursan? Məyər bu qızın Allahı yoxdur? Məyər yavər ölüb? Olmadı ay yavər, olmadı. Qoy mən boynu sınmış bir tüpürüm səndən ən saqqalına. Əgər qeyrət damarına toxunubsa, neçə ildir adını o arvadın üstünə qoymusan, gəl yapış əlindən götür apar öz evinə. Qoy mən də bu ot parçasının, bu dili zəhərlinin əlindən qurtarım, rahat olun. Axı namərd əngəl. Əgər bu qız olmasa sənin əl üzünü kim yuyar, aftafanı kim doldurar, köhnələrini kim tikər, bir həftənin içində bütün məhəlləni sənin cəsədini iyi götürər ki? Hə, sən öləsən. Mənim bu dünyamla ahirətim sıfırdır, sıfır. Hər iki tərəfdən də yandım. Amma hayasızlığın da bir həddi var. Valla sənin təhqir elədiyin bu kamançaç İsmail həmin şəxsidir ki, Qəmərülmülük vəzirinin konsertində Ney Davud və Mürtəza Məhcubi yalvarırdılar ki, mən kamança çalım. Kamançaç İsmail. Xırman soğurma kamançaç İsmail, onu da görmüşük ki, nə qədər bərəkətsiz idi. Bugünündən danış ki, bədbəxtlik kabusu kimi bu qızın canına düşmüsən, onun üçün zəhərmartılıq olmuşsan. Vallahi yüz rəhmət özgələrə və Gəzidin tayfasına. Axı sən utanmırsan ki, adını ata qoymusan. Öz evimdir, ixtiyarım var. Əgər çox da asaram, kəsərəm eləsən, gedərəm polisə. Bu işlərin sənə nə dəxli var ki, icazən olmadan gəlib
soxulmusan cemaatın evinə, hə? Nə olsun? Bura bax İsmail ağa. Hər nə qədər zorbalıq eləsən, ağa Yavər sənin buynuzunu sındırar. Bu dəfəni də qələt elədiyin o biri dəfələr kimi məhz bu qızının gül camalına xatir ki, mənim üçün əzizi dinmirəm. Amma vay halına, əgər bir də bu qələtlərdən eləsən, Əli and olsun, əgər bir də, yalnız bir də bu qıza əl qaldırasan, öz can üçün day demərəm ki, ağsaqqalsan, götürüb bu həyətin ortasında elə yerə çırparam ki, qarpız kimi dağılarsan. Bax, son sözümdür, day özün bilərsən. Ya Allah, ya Allah. Salam aleyküm Rəfət xanım. Aleyküm əssalam. Salam usta. Yaxşı ki, xəzinə zadı, sənə tapşırmamışam. Axı, dükkanı daxılı sahibsiz buraxıb gəlmişsən bura ki, nə? Polisdən iki məmur gəlib səni istil ağaya bə. Zənnimcə qardaşından xəbərsat gətiriblər. Ağaya bə. Neçə gündən sonra tac qoyma il dönümüdür. Hər il bu vaxtda şahın icazəsi ilə bir neçə nəfərini buraxırlar. Bəlkə xoş xəbər olar. İnşallah xoş xəbər olar ağaya bə. Səhv eləməsəm onlar gəliblər ki, müşkül oluyorsun. Xəbərləri xoş olsa nüşü canları. Nökərinəm İsmail ağa. Gəl gedək. Gözümüzdə. Əgər zənnim düz olsa, elə bu ayda toy büsatını yola salaram. Hər nə Allah istəsə. Çox nökərəm İsmail ağa. Gəl gedişin, hə? Deyirsən, bəs gedib mənim üçün bal gətirmisən? Şeytan deyir, elə bu sinini çırpım təpəsinə. Hər nə istəyirsən gör. Gör atacaq. Amma sonrasını da nəzərdə al. Bu dəfəni Rəfət saçını giro qoydu. Amma sonrası Allah da adına çatsın. Özün bilirsən. Hadi. Günahkarlardan hökmən intiqam alınacaq. Yox. Kiyanla pis rəftarımız Muxtarı əsəbləşdirdi. Qiyam eləyəcək. Ədalət və insafla. Ölümünü görən gözlər kör olsun. Mənim? Bizimlə əsraramiz nağıllar diyarına səfər edin. Bizimlə ən yaxşıları təcrübə edin. Varsan. Polis olup onu tanıyıp neden? Vay vay. Mayın Allah xatirinə!
öldürülənin ailəsinin razılığını alsaz, mənim dostuma böyük köməklik eləmiş olarsınız. Get yerine dayan. Girov götürmə əməliyyatı. Bir neçə dəfə küçədə görüşmüşük. Alo, 110. Filmlər, seriallar, Səhər kanalında. Günümüzün birinci canlı yayımı Səhər salamı üçün hazırlaşır. Təklifləriniz, tənqidləriniz, nüqteyi nəzərləriniz bizim üçün önəmlidir. Çünki Səhər salamı verilişi sadəcə sizin verilişinizdir. Və o tərəfdə də biz əczaçıdan danışırıq. Və əczaçı da o xəstəliyi dəqiq tanıyır və məlumatı vardır. Səhər salamı verilişində gündəlik xəbərlərdə nəzər salmaq proqramlaşır. Cənab Əmqostay dediyi kimi hər gün ən son olaylarla Səhər salamını sizindəyik. Salamlar olsun, hanım dərdi. Sabahınız xeyir olsun, hər olsun, şad olsun, şad olsun. Səhər salamı. Hər gün şənbədən cümə axşamına qədər. Efir vaxtımız Bakı vaxtı ilə saat 8. Qız demədi bir bəla, tayı çətin tapıla. Ay parçası, diş mirvarı, qarşı kaman, geyimi lalə kimi, gözlər piyalə kimi. Bu qədər təriflədiyin o nadir töhfə bu idi. Nə eləmək olar, ana? Hər gülün bir ətri var, hər gözəlin bir eybi. Həyası sırtıq qız öz el tayfası ilə mənim uşağıma forç satır. Göydən başına qızıl yağmayıb ki, ya özü oğruymuş ya da atası. Əgər cahil cavanlar eşidiblərsə, qocalar gözləri ilə görmüşlər. Qacar da Rızaxan kimi rəiyyətin qanını şüşəyə tutmuşdu. Sən o ölənlərinin ruhu bu sözləri boşla, ana. Axı ciyərim yanır bala. Rüstəm kimi oğul böyütmüşəm ki, hər başı boş qanmaz ağzına nə gəlirsə desin. Sən day bunu gərək bilmiş olasan ki, nə övlad, nə arvad, nə dost, heç biri adamın anası kimi ola bilməz. Sən arvad istəyirdinsə, öz anana məhrəminə deyeydin. Gedərdin məhəllənin ən yaxşı qızlarını sıraya düzərdin. Hər hansısını layiq bilsəydin, gəlib sənə kənizlik elərdilər. Nə dedin, nə danışdın? Öz başına bu filan səltənələrin sorağına getdin ki, deyirlər, pif pif, ardımca gəlmə ki, çox pis qoxuyursan. Allahu Ekber. Bu gecə vaxtı hara? Nə sən eləyə bilirsən ki, o dilini saxlayasan, nə də mən sakit ola bilərəm. Bəs yaxşı olar ki, küçəyə çıxım, bəlkə biraz havam dəyişsin. Bu şor-şor yağışda hara gedirsən bala, ay bala? Kendine bağlayacağım. Var olasın. Ay var o. Ele gelsin, ele gelsin. Aramızda söz olmasın.
edin. Gedin bir müqəddəs səriyə daxil düşün. Bəlkə Allah sizə şəfa versin. Kişi ki arvad zəlil olmaz. Bəs sənin qeyrətinə nə gəlib lotu? Hərçənd ki, bu cür yalvar yaxar eləyən ürəkdən kimsə cürət cəsarət gözləmir, hələ qalsın ki. Gülün ağzım perişandı halin, saralmıştı susuzdan balam, ağrısı ağlın. Gelenden tapıp emma sefa rengi cemalün, olan kavniyle gülgün cemali balam eyvah. Oyan görüneceğim tiri belayı siperem ben, başın üstte gözümden yüze su. Kocan sen yaşını donsuz elem dara özün, yüreği titredi, yüzüne koydu yüzün. Ay dedem oğlu yapma. Bakıp gördük hanımlar. Emrele usta. İndiyə qədər görməmişdim çayxanada hekayə oxunanda. Eşidənlərin hamısı bu cür ağlayıb zarısınlar. Hələ bu cəmaat heç. Day sənin ölümündür. Usta, bugün sen səhər elçiyle gidenden sonra 2 polis geldiler Ağayaver'in dükkanına. Diğerleri yanmışlar. Kardeşinin idam haberini getirdiler. Cavanlar başını aldı, solunda Ya Əbəlfəz. ayağında. Çöküldü bana kızlar, alıp etrafını neyler. Biri de ay gol senden ayrı düşen amur. Biri saçlay anasından ayrı düşen. Allah size ayak versin, el vermesin. Çörek versin, diş vermesin.
Bebecan sənsən. Nəyə mənə demədin ki bugün? O yoxsul oğlanla anası nə üçün bura gəlmişdilər? Sən hardan bildin? Ehtiram xatının ağzı hər nə qədri də bütöv olsa, cürəti yoxdur ki, mənim sualımı cavabsız qoysun. Axı bu mövzu mənim üçün o qədər gülünc və axmaqana idi ki, dəlili yox idi mətləbi sənə deyim və səni kədərləndirmiş olum. Elə bu? Bəli, elə bu. Qızım, yadında olsun ki, heç vaxt heç bir kişiyə etibar eləmə. Heç vaxt. Heç bir kişi. Bebecan. Sən o atanın ruhu dur gedə yevə anacan. Axı bu neçə günü gəlib bura daxil düşmüşsən ki, nə ola? Özün görürsən ki, bu qədər yazıq və möhtac adamlar qurban olduğumun yanına gəlirlər. Birini doktorlar ümidsiz eləyib, birinin uşağı olmur, birinin əzizi həbsdədir, birinin çörəyi yoxdur ki, arvad uşağına versin. Barı sən bu boş istəyinlə ağanın vaxtını alma. Onun qəmini ağırlaşdırma. İndiki növbə mənə çatıb, istəyim boş oldu ana. Əgər ağa Allahın yanındadırsa və bu qədər möhtac bəndələrin hacəti də Allahın əlindədir, istəsə mən yazığı da öz arzuma getirər. Allah eləməsin yazıq olasan bala. Nigaran olma oğlum, ümidsiz olma. Dünyanın eniş yoxuşu var. Adam bir çalaya düşməklə ki, bu qədər təşviş keçirməz bala. Qədimdən deyiblər ki, dəyirmana kərpic aparanın qisməti torpaq olar. Hər kəs bayquşun ardınca olsun, qisməti xarabalıq olur. Bəs yaxşı deyiblər ki, ağıllı adam ağlının çörəyini yeyər, axmaq da badımcan. Ağıllı şəxs öz ağzı tutan qədər tikə götürər. Yorganına baxıb ayağını uzadar. Adam gedər öz tayını tapar. Aynen, nə üçün Gülsümlənin ağlını danışırsan? Tərəf istəyir fələn qızı olsun, istər qara zənci. Bu qumarda Heydər ürəyini uduzur. Ay, mənim göbəyimi kəsən o mamarda anacan. İndi gəlsin bu təzə göbəyimi də kəssin. Heydər bu İmamzadənin həyatından tərpənməz. Gərək o ürək arzusuna çatsın. Allah səbəbkarın evini dağıtsın. Axşam başı deyərəm, qəmbər şamını gətirsin. Sənin üçün Təbriz küftəsi bişirmişim. Mən bilmirəm ağaca. Özün gərək mənim bu düyünümü açasın. Ya da başıma elə bir qapaz vur ki, belə bir qızın olmasını tamamilə unudum. Ya da bir cür elə ki, Heydərin məhəbbəti onun ürəyinə düşsün. Elə bu. Buyuruz. Minnətdaram xanım.
Cənab mayor mübərriz. Salam Şahzadə xanım. Görüşünüzə görə şad oldum. Xoş gəlmisiniz cənab mayor. Minnətdaram. Buyurun əyləşin. Vaxtınızı aldım. Sizin həmişə bu adətiniz var ki, elə bir evə daxil olanda, elə əvvəldən evin əşyalarını yoxlayasınız. Yox, Şahzadə xanım. Mən rəsm əsərləri ilə maraqlandığım üçün bu gözəl tablolara tamaşa edirdim. Xahiş edirəm, bağışlayın. Mühüm deyil. Nə olub ki, istəmisiniz mənlə qardaşım qızını görəsiz? Sizə deməliyəm ki, polkovnik Dormanişin qətlə yetirilməsi üzrə təhqiqat aparmaq vəzifəsi mənə tapşırılıb. Və bu nəzərdən ki, polkovnik sizin evinizə çox gediş-gəliş elirdi, nəzərimə belə gəldi ki, bəlkə siz xanımlar bu işin gedişatı barədə mənə kömək eləyə biləsiniz. Bu hadisədən doğrudan hər ikimiz təəssüflənirik. Amma sizcə bizim əlimizdən nə kimi kömək gələr? O cür ki, mənim xəbərim var, güya rəhmətlik Dormaniş sizin hörmətli qardaşınızın qızı ilə ailə qurmaq istəyirdi. Tutaq ki, bir cür olsun. Məqsədiniz nədir? Sizcə hörmətli qardaşınızın qızının elçisi hansı dəlilə görə qətlə yetirilmiş ola bilər? Cənab mayor, əgər səhv eləmirəmsə, siz bu kimi sualların cavabını bilmək üçün maaş alırsınız. Siz haqlısınız, düz buyurursunuz. Bu qətlin barəsində müxtəlif fikirlər arada var. O cümlədən biri budur ki, mümkündür dövlətlə müxalif olan siyasi qrupların işi olsun. Bəlkə də rəhmətlik Dörmənişin iş yerində müxalifləri var imiş və onun varlığını özlərinin irəliləməsi ilə zidd görülmüşlər. Bəli, bəli. Bu da diqqət cəlb edici bir dəlil ola bilər ki, sizin diqqətli zehninizə gəldi. Amma bunlardan əlavə başqa bir ehtimal da var. Nə ehtimalı mayor? Mümkündür bir divanə aşığın işi olsun. Bir kəs ki, hazır olub hər qiymətlə olsa, rəqibi aradan götürsün ki, öz məqsədinə çatsın. İstəyirdim bilim ki, son vaxtlarda rəhmətlik Dormanişdən əlavə başqa şəxs də qardaşız qızının elçiliyinə gəlib? Yox, cənab mayor. Bir başqa sual. O cavan ki, neçə həftə bundan əvvəl siz cavan xanım onu zəmanət elədiniz? Polkovnik qətlə yetirilən gecə o cavan polisin məhbəsində idi. Əlbəttə. Amma niyə həbsdə idi? Və niyə polkovnik Dormaniş onun tutulması hökmünü vermişdi? Və hər nədən mühüm burasıdır ki, niyə sizin kimi xanım onun azad edilməsini zəmanət eləyib? Bunu bilmək istəyirəm. Birinci və üçüncü sualın cavabı aydındır. Gün işığında sizin həmişə ayaq polislərinizin gözündən uzaq, neçə əclaf adam mənim qardaşım qızına ilişirlər. Bu cavana təsadüfən oradan keçirmiş, onlarla dalaşır və qardaşım qızını xilas edir. Və əlbəttə bu nəzərdən ki, bu gül bülbül ölkəsində həmişə işlər əksinə olur, sizin idarəni məmurları o əclafları cəzalandırmaq yerinə o cavanı tutub polisə apardılar. Belə bir vəziyyətdə mən müdaxilə eləməsəydim insafsızlıq olmazdı. Və amma bu sual ki, nəyə rəhmətlik Dormaniş o cavanın hökmünü buraxıb? Bir sualdır ki, biz də cavabını bilmirik. Haq sözə nə demək olar? Necə ki siz buyurdunuz, polkovnik
Dormanişin qətlə yetirdiyi gecə o cavan həbsdə idi. Buna görə ola bilməz ki, bu qətl onun işi olsun. Amma nə? Amma bu ağay Heydər Xoşməramın ətrafında bir çox dostları var. Mümkündür ki, polkovnikin buraxıldığı hökmünə xatır, ya bizə məlum olmayan hər bir dəlilə görə bu dostlarından birini yazıq polkovnikin sorağına göndərib. Əlbəttə, bu da bir fərziyyədir. Bu qəribə əhvalı Hafiz kimə demək olar? Ki bizlər gül fəslində sakit olan bülbüllərik. Cavan, nəyin xiyalındasan? Xəyalsızlıq aləmidir. Üçüncü, dördüncü dəfədir ki, bura gəlirəm, ürəyim rahat olsun. Və sən cavanı görürəm ki, bu ağacın ətəyində qərib və heyran oturmusan. Ürəyin hansı qəmlə dolub ki, şuurlu şövqülü çağında bu məhəldə tək tənha xəlvət eləmişsən. Baxışından məlumdur ki, halın xoşdur dərviş. İstəmirəm xoşa gəlmə sözlərimlə sənin keyfini pozum. Ancaq səndən istəyirəm ki, mənə dua edəsən. Halın yamanlığı ilə dünyanı yamanlığa çəkməmək, yəqin ki, cömətlərin xasiyyətindəndir. Ürəkli ol qərib, çünki Fərhad möhkəm dağdan daşıyonub, salamatlıq sahilindən yox. Heydərin işi bu sözlərdən keçir. İstəyirdim sənin üçün bir həqiqəti xatırladım. Amma sən qüssəli və qərarsızsan, qalsın sonraya. Bəlkə o zamanda eşitməyinə artıq hövsələn olsun. Ya həq. Hansı həqiqət dərviş? Bu ki adam çılpaq gəlir, çılpaq gedir. Bəs hər nə qədər yükün az olsa yaxşıdır. Bu cür öğütləri dəfələrlə sənin kimilərdən eşitmişəm. Amma Heydərin dərdi başqa şeydir. Elə bir həqiqət tanıyırsan ki, bir tərəfli eşq həqiqətindən daha əzablı olsun dərviş. Bəli, tanıyıram, amma odla əzab növündən deyil. Cavan, əgər ürəyində bir arzun vardısa, əmin ol ona çatarsan. Bu yolda bütün qeyb mövcudları sənə köməkli edəcəklər. Yalnız bir mətləb var. O da budur ki, ardınca olduğun o şeyin əbədi qədri qiyməti var ya yox? Ya həq. Bu serial Səhər Beynəlxalq Televiziya kanalının Azəri bölməsində dublyaj edilmişdir. شب طولانی خون تا فردا خون چرا در رگ من زنجیر
شرم و رسوایی و این بار گناه، تو و تنهایی و چشم سیاه از من تازه مسلمان. بگذر 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 از سر پیمان، بگذر بگذر. دین دیوانه به